Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Tarix 20 sınaq test kitabından izahlarımız davam eləyir ki, DİM 20 sınaq tarix test kitabından sınaq 4-ün izahı ilə qarşınızdayım. Digər sınaqları izləmək üçün yuxarıda yerləşdirdiyim playlistə daxil olaraq izləyə bilərsiniz. Birinci sualımıza baxaq. Göstərilənlər nəyin nəticəsidir? Şimali Azərbaycanda kəndlər arasında təbəqələşməni gücləndirir və sahibkar kəndləri artıq müvəqqəti mükəlləfiyyət daşımağa başlayırdılar. Söhbət 1870-ci ildə qəbul olunan aqrar islahatdan gedir ki, komendant darasunun ləğvi 1840-cı ildədir. B variantı doğru cavabımızdır. C variantı 1912-ci il aqrar qanununa aiddir. Bu 78-dir. Bu isə 64-cü ildə həyata keçirilən tədbir idi. Baxaq ikinci suala. Cədvəldə nəyin yerini dəyişdirsək, bütün hadisələr doğru olar. Belə ki, Şimali Azərbaycanda teatrın əsasının qoyulması 1873-cü ildə idi. Suraxanda ilk ağ neft zavodu 1859, İltizamın ləğvi 72, İrəvan quberniyasının yaradılması 1849, Bakıda ilk neft boru kəməri 78-ci ildə çəkilmişdi ki, elə bu bütün burada əhatə olunan mövzuların izahları da kanalımızda var. Onsuz da yenə playlistlərə daxil ola bilərsiniz. Nəyin yerini dəyişdirək? Burada deməli biz 1 ilə 4-ün yerini dəyişdirsək, yəni 1849-cu il hadisəsi ilə 73-cü ilin yerini dəyişdirsək, ardıcıllığımız doğru olar. Deməli, 1-4 olur, cavabımız C bəndi. Üçüncü suala baxaq, uyğunluqdur. 40-cı il İnzibati Məhkəmə İslahatı və 46-cı il reskriptimiz. İrəvan və Naxçıvan quberniyalarının yaradılması. Əvvəla Naxçıvan quberniyası olmayıbdır, mövcud olmayıbdır. İrəvanda 1849-da yaradılır. Yəni, bu verilən tədbirlərin heç birinə aid deyil. Bəy və ağalar idarə işlərindən uzaqlaşdırılır, vəzifələrdən uzaqlaşdırılırlar 40-cı ilə əsasən. Bir də biz B-ni qeyd edə bilərik. Tiyul və mülk feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil olunur reskriptə əsasən. Mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradılır 1840-cı ildə və sahibkar kəndləri mülkədar tabelisi adı alır 1846-cı il reskriptinə əsasən. 1B-də 2C və E variantı cavabımız oldu B bəndi. Dördüncü suala baxaq. 1847-ci il kəndli əsasnamələrindən fərqli olaraq 1870-ci il kəndli islahatına aiddir. Bu sualın izahı ilə tanış olmamışdan əvvəl qeyd edərdim ki, sınaq qruplarımıza qeydiyyat davam edilir. İstər ikinci, istərsə üçüncü qruplar. İmtahan öncəsində sınaq qruplarımıza qoşulmaqla tarixdən %100 nəticə əldə edə bilərlər, mövcud vəziyyətlərini yaxşılaşdıra bilərlər. Sizlər Dövlət İmtahan Mərkəzinin qəbul testlərini, model suallarını, sınaqlarını ümumilikdə bir-birindən vacib DİM-in 3000-ə yaxın testini işləməklə hər birinin PDF-ini, düzgün cavablarını, hər birinin izahı verilmiş videolarını əldə etməklə mövcud vəziyyətinizi daha da yaxşılaşdıra bilərsiniz. Bunun üçün qeyd elədiyim 055 403 37 53 nömrəsinə yazın. Mükəlləfiyyət və torpaq məsələlərdən toxunmuşdu. Bu ortaq fikirdir. BİAR pul ödənişi ilə əvəz olundu. 70-ci il islahatına əsasən bizə 70-ci il islahatına aid xüsusiyyətlər lazım idi. Həmçinin kəndlər feodal asılılığından azad edilirlər. Burja xarakterli islahat idi, digəri feodal xarakterli idi daha çox və torpaqdan istifadə müqabilində malcəhət vergisi də var idi. Cavabımız olur 2-3-4 E bəndi. 5-ci sualda doğru fikirlər hansılardır? İlk dəfədir ki, məhz belə bir sual istifadə olunur tarix testlərində bu formada. Baxaq, deməli, Cənubi Azərbaycanda məşrutə hərəkatı yatırılmışdır 1-ci Dünya müharibəsi illərində. Məşrutə hərəkatı baş verib 1905-11-ci illərdə, 11-ci ildə yatızdırılıbdır. 1-ci Dünya müharibəsi isə əhatə eləyir 1914-18-in noyabrın 11-ni. Yəni, bir doğru fikir deyil, gördüyünüz kimi. Deməli, bu yanlışın altında olmalıdır, yanlışa gedir. Buradan mən qeyd edeyim, yanlışa gedir 1. Nəşr-i Maarif, Nicat cəmiyyətlərini yaratmışlar Murtza Muxtarov, Nağıyev. Belə ki, bu doğru fikirdir, qeyd edə bilərik doğrunun altında. Şimali Azərbaycanda ilk milli partiya Gəncədədir. Söhbət Qeyrət Partiyasından gedir, 1905-də yaradılıb. Doğrunun altında 3-ü də qeyd edə bilərik. Difai Partiyasının mətbuat orqanı təkamül, yoldaşdır. Xeyr, bu hümmətindir. Yəni, bu yanlış fikirdir. Yanlışın altında 4-ü qeyd eləyək. Vıborq bəyannaməsini imzalayıbdır Rəsulzadə. Xeyr, imzalamışdı İsmail xan Ziyadxanlı ilə Əlimərdan bəy Topçubaşov, yəni 5-də yanlışdır. Deməli, yanlışın altında olur 1-4-5, doğrunun altında olur 2-3. Doğrunun altında 2-3, yanlışın altında 1-4-5, cavabımız oldu D variantı.
Sarıqamış döyüşündən fərqli olaraq Çanaqqala döyüşü. Sarıqamış döyüşü də, Çanaqqala döyüşü də 1-ci Dünya müharibəsi illərində baş vermişdi. Yəni bu ortaq fikirdir. Döyüşdə Osmanlı qüvvələri iştirak etmişdir. Yəni D-ni çıxırıq. Sarıqamış döyüşündə 14 dekabr 15-in əvvəllərində baş verən döyüşdə Osmanlı məğlub, Çanaqqala döyüşlərində isə Osmanlı qüvvələri qalib gəlmişdilər. Yəni Sarıqamışdan fərqli olaraq Çanaqqala döyüşlərində Osmanlı qalib gəlir və doğru cavabımız olur A bəndi. Keçək 7-ci suala baxaq. Şimali Azərbaycanın 19-cu əsrin 80-ci illəri tarixinə aid deyil. Hərbi vergi 1887 var. Neft yataqlarının hərrac yolu vasitəsilə satılmağa başlanması 1872-70-ci illərə aiddir. 80-ci il, 86 və bu da 1883. Cavabımız oldu 7-də B variantı. Xronoloji ardıcıllığa baxaq. Təbrizdə Alman kapitalına məxsus xalça şirkəti 1912, Bakı-Tiflis dəmir yolu xətti 1883, Mazut konstitusiyası 1904, Təmbəkü üsyanı 1891-ci ildə baş vermişdi. Ardıcıllığımız ola bilər burada deməli 2, 4, 3 və 1. 8-də cavabımız oldu E bəndi. 9-cu suala baxaq. Cənubi Azərbaycanda 1905-11-ci illərdə olan məşrutə hərəkatında xalqın tələbləri, 3 dənə tələb var idi. Bu tələblər də nədən ibarət idi? Konstitusiya, yəni məşrutə qəbul edilsin, parlament, yəni məclis çağırılsın və xarici məmurlar ölkədən qovulsun. 3-4-5 cavabımız olur D bəndi. Muxtariyyət tələbi isə ilk dəfə 17-20-ci illərdə Xiyabani hərəkatı dövründə irəli sürülmüşdü. Bu isə 1891-ci il Təmbəkü üsyanıdır. 10-cu sual. Qafqaz cəbhəsindən Rus qoşunları tamamilə çəkildi və komissarlıqla Osmanlı arasında imzalanıbdı. Söhbət 1917-ci ilin dekabrında imzalanan Ərzincan barışığından gedirdi. E variantı olur cavabımız. 11-ci suala baxırıq. Doğru fikir lazımdır bizə 11-də. Demək, 1812-ci il müqaviləsinə əsasən ermənilərin köçürülməsi xeyr, bu 1829 Ədirnə idi Osmanlı ilə Rusiya arasında imzalanan müqavilədə. 1830-cu ildə Carbalakan üsyanının baş verməsi, ərazinin daxili müstəqilliyinin ləğv olunması, hadisə ilə nəticənin yeri əslində yanlışdır B variantında. Yəni, əvvəlcə daxili müstəqillik ləğv olur, sonra da üsyan baş verir. 1843-cü ildə 1-ci Nikolayın fərman verməsi, Qafqaz canişinliyinin yaradılması. Belə ki, 1843-cü ildə yox, Qafqaz canişinliyi 1844-də birinci dəfə yaradılır və 1905-də də ikinci dəfə, yəni yanlışdır. Rəhdarın ləğvi 1836 və bu ticarətin tənəzzülünə yox, ticarətin inkişafına gətirib çıxardır. Daxili gömrük rüsumunun ləğv edilməsi, 1821-ci il güzəştli ticarət tarifinin qəbul olunması, əcnəbi mallardan alınan gömrük rüsumunun tamamilə ləğv edilməsi, 50% məsələsi var idi. Yəni bu da yanlışdır. Burada B variantı qalır. Yəni B-ni məcbur işarə edirəm, amma bir daha qeyd edirəm, hadisə nəticə yeri biraz yanlış idi. Dəyişdirilmişdi. 12-ci suala baxaq. Neft sənayesində iltizam sisteminin ləğvi 1872 və bunun nəticələrinə aid deyil. Təbii ki, neft sənayesi sürətlə inkişaf elədi. Balaxanı neft mədənlərində çalışan kəndlilərin məcburi əməyi ləğv olundu. Bu 1864-dədir. Əlaqəsizdir. Digər variantlar, yəni Azərbaycanlı kapitalistlər də torpağa sahib olurlar, hərraca çıxarılır neft və kapital axını artır neftə. 12-də cavabımız oldu B. Daha əvvəl baş vermişdir. Almanların Qafqaza köçürülməsi 1817-18-ci illərdə, Avropa tipli dünyəvi məktəbin əsasının qoyulması 1830-da Şuşada Qəza məktəbi, Şəki xanlığının ləğvi 1819, Əmanətlər məktəbi Tiflisdə yaradılmışdı 1828 və Xəzər vilayətinin bəylərinin torpaqlarının müsadirə edilməsi, belə ki, Qazax Borçalı bölgəsində yaşayan ağaların da torpaqları müsadirə edilmişdi 41-ci ildə. Və bu da daha əvvəl baş verən hadisə oldu. A bəndi daha sonra olsaydı eyni işarə eləyə bilərdik. 14-cü suala baxaq, xəritə sualıdır. Qarşımızda xəritədə hər hansısa çətinliyiniz varsa, bütün növ xəritələrin izahları yeni YouTube kanalımızda var, izləyə bilərsiniz. 1, 2 və 3 Antantanın üzvüdülər. 1 burada Osmanlıdır, 2 o dövrdəki Rusiya və həmçinin burada Fransa. Qeyd edim ki, Antantanın üzvləri 3 və 2-dir. Yəni 1 Dördlər İttifaqının üzvü olubdur. Yanlışdır. 1 və 2 Sarıqamış döyüşündə qarşı-qarşıya gəliblər. Bəli, Rusiya ilə Osmanlı. Yəni bu doğru fikirdir.
2 və 3, yəni Rusiya və Fransa tərəfindən Səməd bəy Mehmandarov mükafatlandırılmışdır. Öz növbəsində doğru fikirdir. 1 və 3, yəni Fransa və Osmanlı 14-cü ilin sonunda Cənubi Azərbaycana qoşun yeritmişdir. Yanlışdır. Fransa ümumiyyətlə o qoşun yeritmir. Cavabımız oldu 2 və 3 olan variant, yəni C bəndi. 15-ə baxaq. Cənubi Azərbaycanda Babillər hərəkatı dövründən fərqli olaraq Məşrutə hərəkatı illərinə aid doğru fikirlər. Belə ki, Babillər 1848-52-də, Məşrutədə qeyd etdiyimiz kimi 5-11-də olmuşdur. Hərbi şuranın yaradılması Məşrutiyə aiddir, yəni biri qeyd edə bilərik. Zəncanda üsyanın baş verməsi ortaq fikirdir. Qacarlar sülaləsi dövründə baş verməsi ortaq fikirdir. Belə ki, Qacarlar sülaləsi 1796-dan hakimiyyətdə idilər və parlamentin, məclisin çağırılması var idi Məşrutədə, həmçinin deməli, Cənubi Azərbaycan şəhərlərinin çoxunda nümayəndəli seçkili orqan, əncümənlər var idi. İlk dəfə o dövrdə yaradılmışdı. 1-4-5 A bəndi olur cavabımız. 16-ya baxaq. 20-ci əsrin əvvəllərində Qafqazın idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik nədən ibarətdir? Komendant idarəsunun ləğvi 1840-dır. Bakı Fəhlə Deputatları Sovetini ləğv olunur 20-ci əsrin əvvəllərində. Lakin bu, adından da məlum olunduğu kimi Bakı şəhərində təsis olunmuşdu fəhlələr tərəfindən, 1906-da ləğv olunur. Lakin bu, ümumi Qafqazın idarə olunmasına aid deyildi. Şimali Azərbaycan xanlıqlarının əyalətə çevrilməsi 19-cu əsrin birinci yarısındadır. Qafqaz canişinliyinin bərpası, bu doğru fikirdir. 1905-ci ildə növbəti dəfə bərpa edilir, hansı ki 17-ci il fevral Burju inqilabından sonra da ləğv olunur. Bəs E bəndi niyə yanlışdır? Çünki Cənubi Qafqaz Seymi 1918-in fevralında, yəni 20-ci əsrin əvvəllərində fəaliyyətə başlayır. Lakin Çar hökuməti tərəfindən yaradılmamışdı. Cənubi Qafqaz Seymi Çar hökuməti tərəfindən yaradılmamışdı. Cavabımız oldu D bəndi. 16-cı sualda maraqlı bir sual idi. 17-yə baxaq Eyler-Venn diaqramına. Dövlət kəndlərinin köçmək hüququnun ləğvi 1853. 2-yə A-nı qeyd edə bilərik. Babillər hərəkatının başlanması Şimali Azərbaycan tarixinə yox, Cənubi Azərbaycan tarixinə aiddir. Yəni B-ni siz cavablardan çıxmalısınız. Elə B-ni cavablardan çıxanda bizim cavabımız demək olar ki, alındı. Və Ali Müsəlman Silki 43-cü ildə təsis olunur. 1-ə gedir C. Yeni inzibati vahidlərin yaradılması ümumi fikirdir. Hansı ki 40-cı illərdə də quberniyalar yaradılır, 50-ci illərdə də, 60-cı illərdə də. Avropada ən böyük ipək sarma müəssisəsi Şəkidə, Nuxada fəaliyyətə başlamışdı 61-ci ildə. E variantı da gedir 3-ə. Bu formada olanda cavabımız olur 1C, 2A. Demək C variantı. 17-ci sualın cavabı. 18-də. Demək, xronoloji ardıcıllıq, müvəqqəti idarələr verilib. Carbala kəndi müvəqqəti idarə 1830-dur. Bu 1806-dır. Təbrizdə 1827, 2-ci Rus-Qacar müharibəsi illərində ardıcıllığımız 2-3-1. Demək, C bəndi oldu burada da. 18-də, 19-a baxaq, eyni ildə baş versin. Xanabad manifakturasının əsası qoyulur 1827-də, Taypinlər hərəkatı başlayır 1850-də uyğun gəlmədi. Qafqaz canişinliyi yaradıldı 1844-də, lakin imzalanıb 42-də yenə uyğun gəlmir. Ali Müsəlman Silkinin yaradılması 1843 sipahilər yatırılır, 1859 uyğun gəlmir. İrəvan quberniyasının yaranması 1849, Navarin 1827 uyğun gəlmir. Yelizavetpol 68, Yaponiyada Syogun rejimi 68, E bəndi doğru cavabımız olur. 20-yə baxaq, 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda əsası qoyulubdur. Mərkəzləşdirilmiş telefon stansiyası Bakıda fəaliyyətə başlayır 1886-dan. Rus-Azərbaycan məktəbləri 1887-dən fəaliyyətə başlayır. Satirik mətbuat 1906 Molla Nəsrəddin jurnalı ilə, bədii filmdə Neft və Milyonlar Səltənətində adlı ilk bədii film 1916 idi. Yəni 3 və 4 20-ci əsrin əvvəllərinə düşür. 1-2 doğru fikirdir. Baxaq 21-ci suala. Difai partiyasına aid yanlış fikir. Mərkəz komitəsi Bakıda yerləşir. Doğrudur. Məmməd Əmin Rəsulzadə rəhbərlik eləməyib. B yanlışdır. Digər fikirlər. Deməli İrşad. Bəli, bunlar da doğrudular.
22-yə baxaq. Verilənlərin hamısının aid olduğu ərazi. 19-cu əsrin 30-cu illərindən söhbət gedir. Müsəlman əyalətliyinin tərkibinə daxildir. Təriqətçi, bidətçi ruslar köçürülüb və komendant idarəsinə qarşı üsyan baş veribdir. Deməli, müsəlman əyalətliyinin rəisliyinə daxildir bu bir Şəki bölgəsi, Şirvan bölgəsi, Lənkəran bölgəsi və Qarabağ bölgəsi. Deməli, cavabımız bu 4 dənə ərazidən biri ola bilər. 4 hərbi dairə rəisliyinə daxildir. Təriqətçi, bidətçi ruslar dediyinə görə ora Şəkiyə köçürülməyib. Biri çıxırıq, qalır 3 dənə cavabımız. Və bu bölgələrdən Qarabağ ərazisində komendant idarəsinə qarşı üsyan baş verməyib. Bu variantı çıxırıq. Həmçinin Şirvan bölgəsində də komendant idarəsinə qarşı üsyan baş verməyib. Bu variantı çıxırıq. Cavabımız qalır 5. Lənkəran. Verilən hər üç xüsusiyyət Lənkərana aiddir. İstər rusların köçürülməsi, İstər 1831-ci il komendant idarəsinə qarşı baş verən üsyan, istərsə də Lənkəran müsəlman əyalətliyi rəisliyinin tərkibinə daxil idi. Açıq suallara baxaq. Komissarlıq və Seym. Osmanlıya sülh danışıqları aparıblar. Bəli. Komissarlıq Ərzincan imzalayıb, Seym də Trabzon konfransında iştirak edib. Bakı XKS ilə müqavilə hər ikisinə aid deyil. Bakı şəhəri səlahiyyətlərindən kənarda qalmışdı. Tamamilə doğru fikirdir. 3. Birinci Dünya müharibəsi illərində yaradılıbdır. Bəli, belə ki, Birinci Dünya müharibəsi illəri başa çatır 18-ci ilin noyabrında. Komissarlıqda, Seymdə o dövrdə yaradılmışdı. Romanovlar sülaləsinin qərarı ilə yaradılması yanlışdır. Romanovlar 1917-ci ilin fevralında devrilir və hər iki qurum həmin o sülalənin devrilməsindən sonra yaranmışdı. 1, 3, 4 doğru fikirlərimiz. Hadisə nəticə əlaqələrinə baxaq. Doğru fikirlər lazımdır. 1912-13 aqrar qanunları vahid kənd idarələrinin yaradılması yanlışdır. Vahid kənd idarələri 65-də yaradılıb. Mazut Konstitusiyası sənədinin imzalanması 1904. İlk siyasi partiyamız Gəncədə 1905-də idi. Ümumrusiya müsəlmanlarının 2-ci qurultayı, hansı ki, Müsəlman İttifaqının nizamnaməsi qəbul olunur, doğrudur. Evelina gəmisi tərk silah edilir və bu mart soyqırımı sonra da başlayır. Doğru fikirlərdir. 3-4. 24-cü sualımızın cavabı. 25-ə baxaq. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycana köçürülübdür. Ruslar, Almanlar, bunlar köçürülməyib. Xronoloji ardıcıllıq, dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun 1900. Cavad Məlikovun Ağ neft zavodu 63. Bu da 1800. Demək 93-də. 2, 3, 1 olur ardıcıllığımız. Uyğunluğa baxaq. Lənkəran xanlığının ləğvi 1826 1-ə gedir A. Daha sonra Şeyxülislam 1829. Demək B də gedir 1-ə o zaman. Şamax quberniyasının yaradılması 1846-cı il heç birinə uyğun gəlmir. Rəhdarın ləğvi 36. Nadir Şah 1736-47-də hakimiyyətdə olub, yəni 18-ci əsrdə uyğun gəlmir. Və bu bizim onsuz abituriyent proqramında da öz əksini tapmayıbdır bu müqavilə. Yəni bu müəllimlərin imtahanına aiddir. 1746-cı ildəki müqavilədən söhbət gedə bilər. Hər bir halda uyğun gəlmir. 1AB, 2D olur. Siz situasiya ilə ən yaxşısı tanış olun, sonra sualları cavablandırın, videonu dayandırıb tanış ola bilərsiniz. Əgər situasiya ilə tanış olduqsa, cavablarını bildirin və qeyd edeyim ki, digər sınaqların da izahı yenə kanalımızda ardıcıl olaraq yüklənəcək bax bu videolar. İncidən kanala abunə olub, videonu bəyənin ki, bildirimləri açaraq ən son yeniliklərdən, məlumatlardan, videolardan xəbərdar olasınız. Və nəticənizi artırmaq üçün də bir daha qeyd edim ki, sınaq qrupumuza qoşula bilərsiniz. 28-ci sualda mənbədə bəhs olunan üsyanın gedişində üsyançıların yaratdığı təşkilatlanma forması, üsyana Hacı Məhəmməd başçılıq edirsə, söhbət burada da qeyd olunduğu kimi Qubadan gedir. Qubada isə hərbi şura yaradılmışdı. Bəhs olunan üsyanın başlanması üçün bəhanə Varşavada yerləşən atlı alayına məhz bölgədən atlı toplanılması xəbəri, yəni Qubada atlı toplanılması xəbəri üsyanın başlamasına bəhanə olur. Bəhs olunan üsyan mənbədə göstərilməyən 2 nəticəsini. Burada mənbədə qeyd olundu ki, bu üsyan Çar Rusiyasının yeritdiyi siyasətin çürük tərəflərini ortaya çıxardır, digər üsyanın başlamasına təkan olur, üsyançılar üçün nəticəsi ağır olur. Əlavə olaraq da qeyd eləmək olar ki,
Üsyan rəhbəri edam edildi, üsyan iştirakçıları sürgün edildi, ağır işgəncələrə məruz qaldılar və Rusiya hansı ki Azərbaycanda yeritdiyi hərbi idarəetmə formasını, komendant idarəsununu dəyişdirməli olur. Digər əlavələriniz, suallarınız olarsa şərh bölümündə təbii ki qeyd edə bilərsiniz. Videolarda görüşəndək sağ olun, salamat qalın.